Gününüz xeyirli olsun uşaqlar. 5-ci sinif şagirdləri üçün təbiətdən kiçik summativ qiymətləndirmə 5-in versiya suallarına baxmış olacağıq. Birinci suala baxaq. Cismin boşluq enerjisi onun kütləsindən və yer səthindən olan hündürlüyündən asılıdır. Mövzu izahında öyrənmişik ki, uşaqlar, cismin potensial enerjisi onun kütləsindən və yer səthindən olan hündürlüyündən asılıdır. Deməli, potensial enerjini götürərik. İkinci sual, hansı enerji növü cisimdə hal dəyişikliyinə səbəb olur? Cisimdə hal dəyişikliyinə səbəb olunan burada istilik enerjisi, yəni istiliyi götürə bilərsiniz. Niyə görə? Çünki bərk halda olan bir maddəni istilik verdiyimiz zaman çevrilib maye hala çevrilə bilər. Ona görə də istiliyi götürmək olar. Növbəti suala keçək. Üçüncü sualda deyir ki, enerjinin bir növü digər enerji növlərinə çevrilərkən onun çevrilmədən əvvəlki miqdarı çevrilmədən sonraki miqdarına bərabər olur. Bu, enerjinin hansı xüsusiyyətidir? Baxın, uşaqlar, bizə nə deyir? Enerjinin çevrilmədən əvvəlki, çevrilmədən sonrakına bərabər olur. Yəni, enerji itmir, enerji saxlanılır. Bu da uyğun olur B variantına. Enerjinin saxlanılması qanunu. Dördüncü sual. Fənər işləyərkən hansı enerji çevrilməsi baş verir? Fənər işlədiyi zaman biz ora nə qoyuruq? Batareya qoyuruq. Batareya da əlbəttə ki, kimyəvi enerjidir. Kimyəvi enerji çevrilir. Fənər işlədiyi zaman həm orada işıq ayrılır, həm də istilik. Kimyəvi deməli çevriləcək işıq və istiliyə. C variantı. 5-ci sual. Bərpa olunmayan enerji mənbələri hansılardır? Hansı ki, yenidən biz onu bərpa edə bilmirik. Bunlar hansılar olur? Bərpa olunmayanlar neft, təbii qaz və kömür. 2, 3 və 4. Doğru cavab A variantı. 6-cı suala indi baxaq. 6-cı sualda deməli, sual bu şəkildədir. Günəş yer səthinə hansı enerji növləri ilə təmin edir? Günəş yer səthini hansı enerji növləri ilə təmin edər? Birincisi işıq, digəri isə istilik. İşıq və istilik E variantında verilib. 7-ci sual. Aşağıdakı fikirlərdən hansı yanlışdır? Yanlış olanı seçməliyik. Hər hansı bir proses zamanı enerjinin əvvəlki və sonraki miqdarı dəyişmir. Bu doğrudur. Biraz əvvəl izah etmişdik. Enerjinin saxlanması qanunu buna aiddir. Elektrik cihazları işləyərkən elektrik enerjisinin bir hissəsi istilik enerjisinə də çevrilir. Sözsüz, bu da doğrudur. LED lampaları istifadə etdikləri enerjinin tamamilə işığa çevrilir. Xeyr, burada tamamilə sözü səhvdir. Tamamilə işığa çevrilmir. Düzdür, enerji itkisi az olur burada, amma tamamilə də çevrilmir. Ona görə də C variantını götürərik. Sonra 8-ci suala da baxaq. 8-ci sualda deyir ki, uyğunluğu oxlarla müəyyən edin. Gəlin baxaq. Kimyəvi enerji. Verib kimyəvi enerji, potensial enerji, elektrik və kinetik enerji. Yaxşı, buradan oxuyaq, uyğunlaşdıraq. Cismin kütləsindən və hündürlüyündən asılıdır. Kütləsindən, yəni M-dən, bir də hündürlüyündən asılı olan potensial enerjidir. Bax bura. Cismin sürətindən və kütləsindən asılıdır. M-dən və V-dən asılı olan isə kinetik enerjidir. Bax, o da uyğun gəlir bura. Yediyimiz qidalarda və elektrik batareyalarında mövcuddur. Bu kimyəvi enerjidir. Uyğun gəldi, bax bura. Generatorlarda və elektrik şəbəkələrində istehsal olunur. Əlbəttə ki, elektrik enerjisi. O da buna uyğundur. Oxlarla göstərək. Qarşılıqlı olmasın. Bax belə. Sonra 9-cu suala da baxaq. 9-cu sualda şəklə əsasən müqayisə edin. Yəni, hansı böyükdə, hansı kiçikdir? Onu müqayisə edəcəyik. A şəklinə baxmaq lazımdır əvvəlcə. Daha doğrusu A variantı verib ki, şəkil 1-də potensial enerji ilə kinetik enerjini. Yəni, şəkil 1-də, bax burada,
Potensial enerji ilə kinetik enerjini müqayisə edəcəyik. Hansında, yəni potensial enerji mi böyükdür, yoxsa kinetik enerji mi böyükdür? Şəklə diqqət edək uşaqlar. Burada uşaq ən hündürlükdə dayanıb. Bax burada H. Hündürlük ən çoxdursa, demək ki, bax burada potensial enerjimiz maksimumdur. Və stabil vəziyyətdə dayanmışdı axı. Kinetik enerji yoxdur. Niyə görə? Çünki hərəkət yoxdur. Hərəkət olduğu müddətdə olur kinetik enerji. Demək ki, ən hündür yerdə dayanıb potensial enerjimiz ən böyükdür. Ona görə də Y potensial böyükdür Y kinetikdən. Baxın, burada potensial P yazdığım potensialdır. Potensial enerji kinetik enerjidən böyükdür. Sonra şəkil 2-də potensial enerji ilə kinetik enerjini müqayisə edək. Amma burada fikir verin, uşaq artıq aşağıya doğru düşür. Aşağıya doğru düşdüyü müddətdə bunun sürəti getdikcə artır. Demək ki, sürəti artırsa kinetik enerjisi artır. Amma aşağıya düşdükcə hündürlük azalır axı getdikcə. O baxımdan da potensial enerjimiz azalır. Bu baxımdan da Y kinetik böyük olur Y potensialdan. Deməli, ən hündürdə dayandığı müddətdə potensial enerji kinetik enerjidən böyük olur. Yox, aşağıda qaldığı müddətdə, yəni aşağıya düşdüyü müddətdə isə kinetik enerji potensial enerjidən böyük olur. Buradan da yazaq uşaqlar. Y potensial böyükdür Y kinetik. Doğru cavabı. Burada isə Y kinetik böyükdür. Y potensialdır. 10-cu suala da keçək. 10-cu sual. Boşluqları tamamlayın. Boşluqları tamamlayaq uşaqlar. Yer səthindən müəyyən hündürlükdə olan su enerjiyə malikdir. Hansı enerjiyə? Müəyyən hündürlükdə deyir. Hündürlük varsa artıq potensial enerjimiz var. Deməli, yer səthindən müəyyən hündürlükdə olan su potensial enerjiyə malikdir. Su yuxarıdan aşağıya axarkən onun hansı enerjisi hansı enerjiyə çevrilir? Təbii olaraq yuxarıdan aşağı düşürsə, getdikcə sürət artır. Sürət olan yerdə kinetik enerji var. Deməli, potensial enerji kinetik enerjiyə çevrilir. Enerjiyə çevrilir. Davam edək uşaqlar. 11-ci suala da baxaq. 11-ci sual bu şəkildədir ki, bax, sizə bu şəkli verəcəklər. Və deyir ki, şəklə əsasən enerji çevrilmələrini qeyd edin. Şəkildə nə var ki, baxaq uşaqlar, su axarı verib, sonra turbinlərin pərlərinin fırlanmasın, generator elektrik enerjisi istehsal edir. Yəni, burada son nəticəyə baxın, generator elektrik enerjisi istehsal edir. Bir baxaq. Baxın uşaqlar, burada su axır. Su axdığı zaman axı müəyyən bir nöqtəyə yığılır. Müəyyən bir nöqtəyə yığılıb hündürlüyü getdikcə artır. Bu baxımdan da potensial enerjisi artır. 1-ə uyğun gəlir o zaman potensial enerjisi artır. Artır. İkincisində turbinin pərləri fırlanır. Turbinin pərləri fırlanarsa, bu artıq mexaniki enerjiyə çevrilir. Yəni, turbinin pərləri fırlanır, hərəkət var. Hərəkət varsa, mexaniki enerjiyə çevrilir. Buna kinetik enerji də deyə bilərsiniz eyni zamanda. Mexaniki enerjiyə çevrilir. Çevrilir. Həm də kinetik enerjiyə çevrilir yazaq. Çevrilir. Üçüncü suala da baxaq. Üçüncü sualda isə, yəni bu üçüncünü doldurmaq lazımdır. Generator elektrik enerjisini istehsal edir. Artıq burada generator elektrik enerjisini istehsal edirsə, mexaniki enerji elektrik enerjisinə çevriləcək. Yəni elektrik enerjisi istehsal edir. Elektrik enerjisi istehsal edir. Belə. Keçək növbəti 12-ci sualımıza.
12-ci sualda deyir ki, oyuncaqların hərəkət etməsi üçün batareyalarda hansı enerji çevrilmələrinin baş verdiyini müəyyən edin. Boşluq verib, bizə də qalır ki, o boşluğu doldurmaq. Oyuncaqların hərəkət etməsi üçün batareyalarda ə, batareyalar nə idi? Kimyəvi enerji idi. Kimyəvi enerji mexaniki enerjiyə çevriləcək. Yazaq onda kimyəvi enerji çevriləcək mexaniki enerjiyə. Kimyəvi enerji mexaniki enerjiyə çevrilir. 13-cü sual. Göstərilən xüsusiyyətlər bizə nə üçün lazımdır? Hansı xüsusiyyətlər göstərir? Baxaq. Bərpa olunan enerji mənbələrindən istifadə etmək, velosipeddən və ictimai nəqliyyatdan istifadə etmək, elektrik avadanlıqlarından səmərəli istifadə etmək. Bax, bunların hər biri ayrı-ayrıda xüsusiyyətdir. Və ümumilikdə baxsaq, bu xüsusiyyətlər bizə nə üçün lazımdır? Enerjiyə qənaət etmək və ətraf mühiti qorumaq. Enerjiyə qənaət etmək və ətraf mühiti qorumaq. Sonra 14-cü suala da baxaq. İstilik elektrik stansiyasında baş verən kinetik enerji çevrilmələri hansılardır? İstilik elektrik stansiyasında baş verən kinetik enerji çevrilmələri kinetik enerji çevrilməsi deyirsə, burada götürmək olar turbinin pərlərinin hərəkəti. Bəli. Turbinin pərlərinin hərəkətini götürə bilərsiniz. İstilik elektrik stansiyasında baş verən kinetik enerji çevrilmələri bax buradadır, baş verir. Sonra 15-ci və sonuncu suala da baxaq. 15-ci sual şəklə əsasən aşağıdakı suallara cavab verin. Yəni bax buradakı bu şəklə əsasən bu sualları cavablandırmalıyıq. Biraz yaxınlaşdıraq. Şəkil bu şəklindədir və bizdən soruşur ki, birinci sualda kürəcik A nöqtəsində hansı enerjiyə malikdir? Hansı növ enerjiyə malikdir? A nöqtəsində kürəcik, fikir verin uşaqlar. Burada nə edib? Müəyyən bir hündürlüyə qalxıb. Müəyyən bir hündürlüyə qalxıb və orada stabil vəziyyətdə qalıbsa A nöqtəsində. Demək ki, potensial enerjiyə malikdir. Kürəcik A nöqtəsində potensial enerjiyə malikdir. Yazaq. Potensial enerjiyə malikdir. İkinci suala da baxaq. Kürəcik aşağı hərəkət edərkən bu enerji növü necə dəyişir? Yəni, biz dedik axı, A nöqtəsində potensial enerjiyə malikdir. Kürəcik aşağıya doğru hərəkət edirsə, fikir verin, hündürlüyü getdikcə azalır. Hündürlüyü azalırsa, potensial enerji azalacaq. Kürəcik aşağı hərəkət edərkən potensial enerjisi azalar. Və üçüncü, sonuncu suala da baxaq. Kürəcik O nöqtəsinə hərəkət edərkən A nöqtəsində malik olmadığı hansı növ enerji artır? Baxın, kürəcik A nöqtəsindən O nöqtəsinə doğru hərəkət edir. A nöqtəsindən O nöqtəsinə doğru hərəkət edərkən potensial enerji getdikcə azalır. Əlbəttə ki, bu azalırsa, demək ki, hansısa bir növ enerjiyə çevrilir. Hansı enerjiyə çevriləcək? Kinetik enerjiyə çevriləcək. Demək ki, kürəcik O nöqtəsində hərəkət edərkən A nöqtəsində malik olmadığı hansı növ enerji artır? Kinetik enerji artır. Enerji artır. Belə uşaqlar, bu şəkildə sizinlə bütün tapşırıqların izahını paylaşmış olduq.